Baxaq. Hər gün 10 sual, sınaq 20 izahı. Bir cəmi 99-a bərabər olan iki ədəddən birinin 60%, digərinin yarısına bərabərdir. Elə bil iki dənə ədəddir. Biri olsun x, biri olsun y. Biri x-dir, biri y-dir. Birinin 60%, yəni %60 x, digərinin yarısına bərabərdir. Yəni 2-də 1 y-ə bərabərdir. Çarpaz vursaq, 120x bərabərdir. 100-ü vururam 1 y-ə, olur elə 100y. Hər tərəfi 20-yə bölsək, 6x bərabərdir. Buradan da 20-yə böləndə 5y qalır. Buradan x-in qiyməti bərabərdir 5k-ya, y-in qiyməti bərabərdir 6k-ya. Cəmi 99-dur deyə 5k üzərinə gəlsin 6k bərabər 99, 11k bərabər 99-a, k olacaq 9. Bunu tapdıq. Gətirib burada yerinə yazaq. 5-i vururam 9-a 45, 6-nı vururam 9-a 54. Mənə nəyi soruşur? Bu ədədlərin fərqinin modunu. Bunları bir-birinə çıxmalıyam. Yazıram onda 45 çıx 54. Qalacaq burada deməli neçə? 9. Mənfi qalır normalda burada, amma modulda olduğuna görə müsbət çıxacaq. Sonra sual 2-də standart şəkildə yazın deyir. Standart şəkildə yazmaq hərflərə bir baxmaq, rəqəmlərə bir baxmaq deməkdir. Yəni burada 6 ədəddir, 3-də 1 də ədəddir. Qarşıya yazıram. X-in üzərində ikisi burada, 7-si burada. Olacaq 9 dənə. Y-in üzərində 4-ü buradadır, 1-i də buradadır. Oldu 5 dənə. 3 dənə 6 x-lar geçsə qalacaq orada 2x üstündə 9, y üstündə 5. Bu da olacaq standart şəkildə yazılır. Sonra sual 3-də. Deyir ki, çoxhədli ilə bir hədlin qüvvətlərin hasilini tap. Bunu mötərizəni vurub bassaq əvvəlcə 2, A-nın üzərində ikisi burada, ikisi burada 4, B üstündə 3. Üzərinə gəl 2 qaldı, A kvadratı qaldı, B-lərə baxıram. 3-ü burada, ikisi burada. Oldu B üstündə 5. Dərəcə olaraq 4 dənə toplayanda burada 7, 5 dənkini toplayıram 7. Böyük olan götürərdim normalda, amma ikisi də bərabər olduğuna görə dərəcə oldu burada 7. Keçirəm digərinə. Burada qüvvət nəyə bərabərdir? Bu A üstündə 2, B üstündə 2 deməkdir. 2-də 1 işimiz yoxdur. Qüvvət burada olacaq necə? Toplayıram 4 eləyir. Bunların hasilini soruşur. 7-ni də vururam 4-ə, cavab eləyəcək 28. Sonra sual 4-də standart şəklə gətirin deyir. Əvvəlcə mötərizənin başında kvadrat var, açaq kvadratlarla. 2-də 3-ün kvadratı 4-də 9, A-nın kvadratı, B-nin kvadratı. Vurulsun. 5-də 4-ün kvadratı mənə verəcək 25-də 16, A-nın üzərində 4, B-nin üzərində 2-ni vuranda 6 eləyəcək. Bərabərdir. Ədədlərə baxsaq, 4 ilə 16 xısar geçsə 4 qalacaq. Məxrəcdə 25, yuxarıda 9-u 4-ə vuranda 36. A-nın qüvvətində ikisi burada, 4-ü burada 6 eləyəcək. B-nin qüvvətində ikisi burada, 6-sı burada 8 eləyəcək. Bu da oldu standart şəkildə yazılır. Sonra sual 5-də. A kvadrat üstəgəl B kvadratını soruşur. Əslində bu A kvadrat üstəgəl B kvadratı köməkçi düsturdur. Bunun belə bir düsturu var. A çıxılsın B-nin mötərizə kvadratı üzərinə gəlir 2AB. Bu bir düsturdur. Bir də A üstəgəl B-nin kvadratı çıxılsın 2AB-dir. Mənə şərtdə çıxma verdiyinə görə onda birinci düsturdan istifadə edirəm. Yəni bu ikinci düstur mənə lazım deyil. Gətirə qiymətləri yerinə yazaq. A çıxılsın B-nin qiyməti 2-dir. Yerinə yazıram 2. 2-nin kvadratı. Üzərinə gəl. 2 vurulsun AB-nin qiyməti 3-dür. İndi 2-nin kvadratı 4, 2-ni çevirəndə 6, toplayanda eləyəcək 10. Sual 6-da. X-in kubu çıxılsın Y-in kubunu soruşur. Yenə bu da özü müxtəsər düsturdur. Köməkçi düsturla hesablasaq. Yazaram ki, X-in kubu çıxılsın Y-in kubu bərabərdir. Əslində burada üstə gəlməni soruşmalıdır bizdən, bir texniki səhv olub. Aha. Onda bunu yazaram belə. X üzərinə gəl Y. Mötərizənin içində yenə X üstə gəlsin Y-in kvadratı. Çıx 3XY. Bu şəkildə olacaq düstur. X plus dediklərin yerinə 5 yazılır. Burada olacaq 5, vurulsun. Burada 5-in kvadratı olacaq 25. Çıx. 3-ü vurmalıyım XY-ə, yəni 3-ə. Oldu 9. Bu da bərabərdir. 5 vurulsun. 25-dən 9 tutdum. 16. 16-nı 5-ə vuranda cavab eləyəcək 80. Sonra sual 7. İfadəsinin ən kiçik qiymətini tapın deyir. Demişdik ki, əmr şəklində verəndə tapın desə, onda düsturumuz 4
AC çıxılsın B-nin kvadratı bölünsün 4A düsturudur. Gətirək burada qiymətləri yerinə yazaq. Bu əmsal 1-dir. Yəni A 1-ə bərabərdir. B x-in qabağı da 6-dır. C-də sərbəst ədəd 11-dir. Qiymətləri yerinə yazsaq 4 vurulsun 1 vurulsun 11 çıxılsın 6-nın kvadratı 36 bölünsün 4 vurulsun 1. Eləyəcək bu 44 çıxılsın 36 bölünsün 4. 8 bölünsün 4 alınacaq 2. Ən kiçik qiymət 2-yə bərabərdir. Teoremi ilə də yazmaq olar. Müxtəlif yolları var. Müxtəsər vurma düsturuna gətirməklə də yazmaq mümkündür. Sonra sual 8-də deyir, indi sual belədir bax. A-nın hansı qiymətində ifadəsi ən kiçik qiymət alır? İndi sual verəndə düsturumuz mənfi B bölünsün 2A düsturundan hesablanır. Deməli, əmr verəndə yuxarıda qeyd etdiyim düstur 4AC çıxılsın B kvadrat bölünsün 4A düsturundan hesablanacaq. Sual verəndə artıq bu düsturdan istifadə olunur. Bərabərdir. Mənfi B-nin qiyməti mənfi 8 bölünsün 2 vurulsun. A-nın qiyməti burada əmsal 1-dir. Bu mənfi, bu mənfi. Oldu müsbət 8 bölü 2 alınır 4. Ən böyük qiymət soruşur. Niyə ən böyük soruşur? Çünki x kvadratının qarşısı mənfidir. O mənfi müsbət söhbətinə görə ən böyük, ən kiçik əslində qiymətlərdir. Məsələn, parabolanın qolları yuxarı olanda bu ən kiçik qiymətini görə bilirəm burada. Amma ən böyük qiyməti yoxdur. Çünki qollar uzayır, sonsuza qədər gedir. Bunu tapmıram. Amma qollar aşağı olanda bunun ən böyük qiyməti zirvədə var da. Deməli, qollar aşağıdır. Bax, x A mənfidir. Mənfi olanda böyük qiyməti var. Müsbət olanda, yəni qolları yuxarı olanda bunun kiçik qiyməti var. Bu yalnız parabolanın qolundan asılıdır. Ona görə eyni düsturdan istifadə edirik. 4 vurulsun A-nın qiyməti mənfi 1, C-nin qiyməti mənfi 10. Çıxılsın B 6-dır. Kvadratı 36 eləyəcək. Məxrəcdə 4 vurulsun mənfi 1 yazıram. Yuxarıda eləyəcək 4-ü vururam 10-a 40, 40-dan 36 çıxaram 4. Aşağıda isə 4 dəfə mənfi 1, mənfi 4. 4-ü mənfi 4-ə böldüm. Qalacaq cavabımız mənfi 1. Sonra sual 10-da. Deyir ki, çoxhədli standart şəklə gətirin. X-in kvadratı və x-in üstü 4 əmsallarının cəmini tapın. Mötərizəni vurub atsan. Birinci x kvadratını götür hamısına vur. X kvadratını x-in kubuna vurdum. X-in üstü 5. Sonra x-in üstündə 2-ni x-in üstü 2-yə vuranda x üstü 4. X-in üstündə 2-ni 1-ə vuranda elə x-in üstündə 2 eləyəcək. Mənfi 4x-i vursam hamısına. Mənfi 4x-in üzərində 4 alınacaq. Mənfi 4x x-ə vuranda x-in kvadratına vursam mənfi 4x-in kubu eləyəcək. Mənfi 4x-i 1-ə vuranda mənfi 4x eləyəcək. X kvadratının əmsalı ilə x üzərində 4-ün əmsalı. Kvadrat dediyim bir dənə budur. Bunun əmsalı 1-dir. Üstləri 4 olanların əmsalları hanı? Bura 1-dir. Burada mənfi 4-dür. 1 ilə mənfi 4-də mənə mənfi 3 verir. Bu da eləyəcək cavab mənfi 2.